Ya mən sənə belə bir şey deyim şirlər haqqında. O branjilet olur, əlində paltar olur, güllə atırsan ölümünü biraz azaldır da, yəni bəzən də ölmürsən. Şir bax belə bir üzdür. Həyatında şir varsa, o sənin branjiletindir, qorumandır, başa düşdün? Qalxanındır, qalxanın. O sənin bütün ətrafdan qoruya bilər, gələn ziyandan qoruya bilər, ətraf dostundan. O öz dostlarından özünü qoruya bilmir, amma ətrafında olanların hamısını qoruya bilir. Şir sənin üçün bir dağdır, sənə kölgə verən, sənə dayaq olan. Şir belə bir üzdür. Sənə görə ölümə gedər, sənə görə davaya gedər, mübarizəyə gedər. Cəsurdur, cəsarətlidir. Amma bunu bilin. Şiri sevməmişdən bunu bilin. Onlar sizin qoruyucu mələyinizdir. Onlar biraz qısqancdılar. Onlar sənə tərs baxan insana tərs baxacaqlar. Başa düşdün? Onlar sənə tərs davranan insana səbirlə davranmayacaqlar. Onlar sənə haqsızlıq edən insana haqsızlıq eləyəcəklər. Əgər bir şirə problemli danışırsansa, gələcək bəlaları bilməlisən, başa düşdün? Çünki onlar qoruyucudular. Onlar xoşlamırlar ki, ətrafındakı insanların saçının telindən bir tükəskik olsun.